Hazırda Bərdə, Tərtər, Ağdam rayonları ərazisində biçilmiş taxıl sahələrinin yandırılması hallarına çox rast gəlinir. Fermerlər deyirlər ki, bu işi torpağı yeni əkinə hazırlamaq məqsədi ilə həyata keçirirlər. Mütəxəssislər isə bildirirlər ki, bu üsul torpağa ciddi ziyan vurur. Yanğınlar ekologiyanı korlamaqla yanaşı, torpaqda olan mikroorqanizmləri məhv edir və münbitliyi azaldır. Buna görə də biçindən sonra yerdə qalan saman şum vasitəsilə torpağa qatılmalıdır. Bu da torpaqdakı qida elementlərini artırır. Çünki dənli bitkilərin torpaqdan mənimsədiyi kaliumun 40%-i onun samanında qalır. Həmin saman da şumlanıb torpağa qatılırsa, demək olar ki, orada elə əlavə olaraq o torpağa 40% həmin o bitkinin mənimsədiyi kaliumun torpağa qaytarılması, yəni o torpaqda o qidanın bərpası bir effektli bir işdir, əhəmiyyətli bir işdir. Bəzi fermerlərdən fərqli olaraq, biçindən sonra taxıl sahəsini yandırmayanlar da bunun effektli olduğunu deyirlər. Onlar biçinin ardınca sahələri bitki qalıqları ilə birgə şumluyurlar. Əkdiyim o yerlərin məhsulunu götürmüşəm, onun artıq bir hissəsi əkilib, qalanda növbəli yavaş-yavaş əkəcək. Mən heç yandırma fikrimdə yoxdur, heç bir sahəndə yandırmıram. Əlbəttə, yandırmış sahənin, yandırmamışın arasında böyük fərq olar. Onun üst qatını zədələyəndə onun məhsullarına gələcəkdə pis təsir edir. Qeyd edək ki, sahələrin yandırılması zamanı zəmilərə yaxın ağaclar da məhv olur. Elnar İbrahimova, Daşqın Abdullayev, İsmailov, Tərtər.